Son dövrlərdə Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlıqlar inkişaf etməkdədir. Qonşu ölkənin paytaxtında yerləşən Milli Kitabxanada Azərbaycan ədəbiyyatı güşəsinin yaradılması da bunun bariz nümunəsidir. Açılış mərasimində çıxış edənlər də bu əlamətdar hadisənin iki ölkə arasındakı mədəni əlaqələrə gözəl töhfə olduğunu vurğuladılar. Azərbaycan kitab güşəsinin yaradılması xalqlarımız arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinin davamı, həm də onların möhkəmləndirilməsinə yönəlmiş rəmzi hadisədir. Kitab güşəsi yalnız ədəbiyyat sərgisi deyil, həm də alimlər, tələbələr və kitabsevərlər üçün ortaq müzakirə və fikir mübadiləsi məkanı olacaq. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirdi ki, Milli Kitabxanada Gürcüstan ədəbiyyatına həsr olunan güşə artıq 2019-cu ildən fəaliyyət göstərir. Mənə elə gəlir ki, belə güşələrin açılması hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində, hər iki ölkənin xalqları arasında ədəbi nailiyyətlərin təbliğində və eyni zamanda ölkə vətəndaşlarının, Gürcüstan vətəndaşlarının Azərbaycanın milli mənəvi dəyərləri ilə, ədəbiyyatı ilə, şairləri ilə, yazıçıları ilə, onların ümumiyyətlə mədəni irsi ilə tanış olmasında əvəzsiz rol oynayacaqlar. Biz artıq 6-cı ölkədir ki, bu 2 il ərzində belə bir güşə açırıq. Gürcüstan kitabxanasındakı güşəyə 200-dən artıq Azərbaycan ədəbiyyatı nümunəsi təqdim olundu. Layihə çərçivəsində kitabxana fondunun daimi olaraq yenilənməsi də nəzərdə tutulur. Ruslan Həsənov, Ruslan Əhmədov, Gülarə Quliyeva, Xavər Zahirova, Ramilə Sultanova, Azərbaycan televiziyasının Gürcüstan bürosu.